Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin ümumi abadlığı və təmizliyinin qorunması məqsədi ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, polis idarəsinin rəisi Fəqan Azadəliyev, müvafiq strukturların nümayəndələri, könüllülər iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, müşavirənin əsas məqsədi şəhərin təmiz saxlanılması, ətraf mühitin mühafizəsi, sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi və ictimai davranış qaydalarına əməl olunması məsələlərinin müzakirəsidir. Xüsusilə vurğulanıb ki, şəhər sakinlərinin küçə və prospektlərdə müəyyən olunmuş marşrutlar üzrə düzgün hərəkət etməsi, yaşıllıq zolaqlarının qorunması və məişət tullantılarının düzgün idarə olunması şəhərin ümumi görkəmi və ekoloji vəziyyəti baxımından son dərəcə önəmlidir. Zakir Fərəcov bildirib ki, şəhərdə aparılan abadlıq quruculuq işləri yalnız rəsmi qurumların deyil, həm də vətəndaş cəmiyyətinin, xüsusən də gənclərin fəal iştirakı ilə daha səmərəli ola bilər. Bu baxımdan könüllülərin təşəbbüsləri və fəaliyyəti xüsusi qiymətləndirilib. Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev könüllülük prinsipindən danışaraq bildirib ki, şəhərdə abadlığın qorunmasında və sakinlərin maarifləndirilməsində könüllülərin iştirakı mühüm əhəmiyyət daşıyır. Fəqan Azadəliyev qeyd edib ki, könüllülərin fəaliyyəti həm şəhərin sosial həyatına müsbət təsir göstərəcək, həm də gənclərin ictimai proseslərə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq. Şəhərin abad saxlanılması, ictimai qaydalara riayət və maarifləndirmə işlərində könüllülərin iştirakı təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm töhfədir deyə Fəqan Azadəliyev vurğulayıb. Müşavirədə diqqətə çatdırılıb ki, sabahdan etibarən Sumqayıtın müxtəlif ərazilərində əhali ilə görüşlər keçiriləcək. Təmizlik və nizam-intizamla bağlı təbliğat kampaniyalarına start veriləcək. Bu tədbirlər çərçivəsində könüllülərin iştirakı ilə sosial aksiya və fləşmobların təşkili də nəzərdə tutulur. Sonda müşavirə iştirakçıları bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, davamlı şəkildə maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini qeyd ediblər. Şəmsistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.